Bu xəstəmizin deməli ikinci barmağının alt nahiyəsində, yəni ayağın altında belə bir böyük bir yara var idi. O yara ki əvvəldən bir mazolla döyənə ilə başlayıb uzun müddət 2 ilə yaxın bu yaranın sarığı edib həkimə müraciət etməyib. Yara dərinləşərək bu barmaqların vətər və plantar fasciyalara təmas edərək böyük bir filigmona yaratmışdı. Ayaqda artıq qızartı, ödəm və nəticədə yüksək hərarətin olması nəticəsində artıq dözülməz hal aldıqdan sonra həkimə müraciət edir. Sözlə bu xəstəyə baxmayaraq ki, sümük toxumalarının normal olmasını nəzərə alaraq burada amputasiya icra olunmadı. Sadəcə yaranın yara kəsilərək çıxarıldı və filigmon açıldı. Hal-hazırda filigmonanın müalicəsi davam edir. Odur ki, yəni xırda bir yarada mütləq həkimə gedin ki, o yara tez sağalsın, nəinki nəticələrin deyək ki, belə pis olmasının qarşısı alınsın.